Əgər yayda rahat olmaq istəyirsinizsə, bu videonu sona qədər izləyin. Bugün sizə yayda həqiqətən işə yarayan və kaş ki daha əvvəl alsaydım dediyim 9 məhsulu göstərəcəyəm. Çox vaxt itirmədən ilk məhsulu sizə göstərmək istəyirəm. Bunlar mənim nadir tapıntılarımdır. Mən bunları çox sevdim. İşimə həqiqətən yarayır və yayda məhz axtardığım şeylərdir. Birinci başlamaq istəyirəm iç geyimlərindən. Təəssüf mən onun qabını atmışam. Amma deyim də hansı firmanındır? Bu firmanındır. Peach adlanır. Şəklini buralarda bir yerdə yerləşdirəcəm. Deməli, onun içindən bax belə şeylər çıxır. Hardasa 10 dənə, yəni 5 dənə belə deyək. Bunları biz yapışdırırıq iç geyimi əvəzinə və koftalarda, paltarlarda, ümumiyyətlə toy paltarlarında. Əgər iç geyimi geymək istəmiriksə, onun sapları çıxır. Hətta elələri var, simləri var. Yəni rahat deyil. Ümumiyyətlə gündəlikdə də istifadə eləmək olar. Mən gündəlikdə istifadə eləmişəm birini artıq. Belə fərqli formalardadır. Çox qəşəngdir məncə. Belə ürəkli formada da olan var. Təbii ki, bunun formalarının heç bir fərqi yoxdur. Ümumiyyətlə onlar bilinmir. Mən bunu gündəlikdə də istifadə eləmişəm 2 dəfə. Hətta birini 2 dəfə istifadə eləmişəm. Çox rahatdır, çox əla şeydir və sevinirəm ki, yaxşı ki mən bunları tapmışam. Doğrudan da insana lazım olan şeylərdir. Bir var belə, bu məhz silikon qabdadır. Bunu göstərmirəm. Bu silikon iç geyimlərini onsuz da hamı tanıyır. Amma bəlkə bunu da tanıyanlar var. Mən təzə tanış olmuşam. Sadəcə olaraq bunu ona görə göstərirəm ki, eyni firmanındır. Bu silikondur. Yəni o bir dəfəlik deyil, bir neçə dəfə istifadə edə bilərsiniz. Bunlar isə bir dəfəlikdir hər halda. Amma mən sözün düzü birini 2 dəfə istifadə eləmişdim. Yəni 2 gün istifadə elədim. Mənim yəni özümünki olduğu üçün məncə bu gigiyenik qaydalara tərs bir şey deyil. Təbii siz necə istəyirsinizsə bir dəfəlik də istifadə edə bilərsiniz. Amma qiyməti baha olduğu üçün mən birini 2 dəfə istifadə eləyəcəm. Qiymətindən də söhbət getmir. Yəni onun yapışqanlığını itirmir. İtirmədiyi üçün də mən məhz bunu saxlamışdım, bu ağ kağızını. İstifadə edəndən sonra yenidən həmin bu ağ kağızın üzərinə yapışdırdım. Sonra bir dəfə də istifadə elədim. Bunlarda yəqin ki, eyni şey çətin olacaq. Çünki bura bilmirəm necə yapışdıracağam bunu. Olsun, bir dəfəlik olsun, fərqi yoxdur. Təəssüf yenə də deyirəm, qiyməti bahadır. Qiyməti 12 manatdır ya da 14 manatdır. Gündəlik üçün yəni bahadır biraz. Amma yenə də deyirəm, elə paltarlarınız, elə kostyumlarınız var ki, onlarda iç geyinmək istəmirsiniz və sizə əsl lazım olan şey budur. O zaman qiyməti elə də baha deyil. Amma məhz gündəliyə götürəndə ki, gündəliyə bunlardan istifadə eləmək, onda qiyməti mənə elə gəlir ki, biraz bahadır. Nəysə, mən onları çox sevdim. Onları tapandan sonra həyatım gözəlləşib. Mağazada gördüm və dedim ki, yox, mən bundan almalıyam. Alan günü istifadə elədim, səhəri gün istifadə elədim və sevindim ki, yaxşı ki, mən bunları tapmışam. Sizlərlə də bölüşmək istədim. Mən İsraildən alıram, burada yerləşən mağazalardan alıram. Bunların buranın firmalarını alıram. Ona görə də buranın firmalarını göstərdiyim üçün üzr istəyirəm. Amma çox güman ki, Azərbaycanda da var. Sadəcə olaraq mən Azərbaycanda hansı firmalarda, hansı mağazalarda satıldığını bilmirəm. Amma yenə də bölüşmək istədim ki, baxın, belə şeylər var. Alın və yayda inanın sizə çox rahat olacaqsınız. Hətta bəlkə çimərliyə gedəndə də, hovuza gedəndə də sizə lazım ola bilər. Bilmirəm, yəni. Əgər ki, istəmirsinizsə, o xoş olmayan görüntü olsun, onda bunlardan mütləq istifadə edin. Bunlar çox gözəldir. Bilmirəm, danışdıqca danışmaq istəyirəm bunlar haqqında. Bitirmək istəmirəm. Çox gözəl, çox rahat şeylərdir. İkinci sizlərə göstərmək istədiyim məhsul isə budur. Bu lezma aparatı adlanır. Bilmirəm necə adlanır. Adını bilən varsa şəhərlərdə yazsın, mən də bilim. Baxın. Bunu atın çantanıza, çünki bunlar belə kompaktdır, çantaya uyğundur. Özünüzlə hovuza apara bilərsiniz, səyahətə, çimərliyə, hara istəyirsinizsə. Bunlar çox rahat şeylərdir. Mən bir dənə bir şey xahiş eləmək istəyirəm sizdən. Üzünüzə və qaşlarınıza vurmayın bunu. Məsəl üçün, görürsünüz. Harda ki, istənməyən tüklər var və siz onlardan azad olmaq istəyirsiniz. O zaman, yəni belə deyək də, 1-2 dənə də amma sizi narahat edir. O zaman bunu çantanızdan çıxardırsınız. Əladır, yerdə tutmur, gözəl şeydir. Məndəki Philipsdəndir. Mənim epilyasiya aparatımın içərisində gəlmişdi bu. Yaxşı da ki, gəlib. Bunu da çox sevirəm. Amma belə aparatlar məncə satılır mağazalarda. Yəni şərt deyil Philips olsun, adisi də ola bilər. Adi, yəni qiyməti 10 manat, 15 manata olan aparat da ola bilər. Səhv eləmirəmsə, bunlar batareya ilə işləyir. Yəni məndəki elədir. Buradan açırsan, bunun batareyasını dəyişirsən. Və istifadə edirsən. Mən 5 ildir istifadə edirəm. Yəni belə aparatlar da çox yaxşıdır. Yayda sizin köməyinizə çatacaq. Şəxsən yayda mənə çox kömək eləyir. Əladır, razıyam, sevə-sevə istifadə edirəm və istəyirəm ki, siz də biləsiniz, bəlkə sizə də faydası toxunar.
Üçüncü sizi tanış eləmək istədiyim məhsul isə CeraVe'nin günəş kremidir. Mən bununla çox yeni tanış olmuşam. Yəni bir həftə olar almışam, amma heç istifadə eləməmişdim. Dünən ilk dəfə istifadə elədim və çox razı qaldım. Sözün düzü inanmırdım bu qədər bəyənəcəyimi. Mən CeraVe məhsullarından istifadə eləmişəm. Mən onları bəyənirəm. Üzümə gelləri olsun, nə bilim üst kremləri olsun. CeraVe'dən istifadə eləmişəm, çox şey istifadə eləmişəm. Bu dəqiqə xatırlamıram, amma bilirəm ki, o mənim sevdiyim markalar sırasındadır, etibar elədiyim markalar sırasındadır. Amma bu günəş kremini bu qədər bəyənəcəyimi sözün düzü təxmin etməmişdim. O həqiqətən də əladır. Birinci qabı çox xoşuma gəldi. Bu başlığı çox xoşuma gəldi. Gəlin, yəni üzümdə göstərə bilməyəcəm, amma əlimdə göstərim sizə. Mən demək istəyirəm ki, o belə üzdə qatıq-qatıq qalmır, ağ ləkə formasında qalmır və lazımsız aşırı o parlaqlığı vermir. Bununla belə o nəmləndiricidir. Onu üzə vurduğunda dərini necə nəmləndirdiyini hiss edirsən. Mənim əllərimin içi ağrıdı, burası qaradır, görürsüz? Qaralıbdır. Təbii əllərin üzərindən bunu başa düşmək çətindir. Amma mən dediyim kimi dünən üzümə istifadə elədim və çox bəyəndim, çox rahat idi. Hətta onu yumaq belə istəmirdim, inanırsınız. O qədər üzü həm nəmləndirir, həm də üzdə gözəl görünür. Bir az parlaq yox, yəni sağlam görünüş verir üzə. Yəni aşırı parlaq deyil və yaxud da digər pis günəş kremləri kimi ağappaq o üzdə qatıq kimi qalmır. Əladır. Yəni mən bunu çox sevdim. Üzərində də yazılıb ki, nəmləndirici günəş kremidir və səhv eləmirəmsə bu normal dəri tipləri üçün uyğundur. Məncə quru və normal olmalı idi. Amma indi baxıram fransızca yazılıbdı, amma normales yazıldığından başa düşürəm ki, normal dəri tipləri üçün uyğundur. İngilis dilində bir dənə yazı tapdım, çox şükür. Bu korobkasında fransızca və ibritcə yazılıb, amma burada üzərində bir damcı ingilis dilində nəsə yazılıbdı. For normal to dry skin. Normal və quru dərilər üçün uyğundur. Mənə elə gəlir ki, yanlış xatırlamıramsa, digər növləri də var idi. Əgər dəriniz yağlıdırsa, siz də digər növlərinə müraciət edə bilərsiniz. Mən quru dərilər üçün olanını almışam, istifadə eləmişəm və razı qalmışam. Əladır, möhtəşəm şeydir. Sən öpəcəm. Öpməsəm olmaz. Gəldik antiperspirantlara. Mən o pıs-pıslardan istifadə eləmirəm. Yəqin ki, çoxunuz bilirsiniz niyə. Çünki onlardan ağ un kimi nələrsə tökülür. Mən başa düşmürəm. Bunlar pisdir. Dəridə də pis qalır, yerə nələrsə tökülür, paltarda da pis olur. Ona görə də mən son illərdə ancaq Nivea istifadə edirəm. Yəni başlığı bu formada olan antiperspirantlar istifadə edirəm. Bəli. Dördüncü tanış etmək istədiyim məhsullar antiperspirantlardır. Yayda da yenə özümüzü bunlarsız təsəvvür edə bilmərik. Mən Nivea istifadə edirəm illərdir, fa da istifadə eləmişəm, amma son vaxtlar ancaq Nivea istifadə edirəm. Mağazaya gedəndə fa dedim bu dəfə də fa alacağam, fərqlilik olsun. Fadan laymlı və nanəli almışam. Bunlar freshdir və paltarlarda iz qoymur. Təbii yenə də istifadə edərkən birinci vurun, gözləyin qurusun, sonra paltarınızı geyinin. Əgər paltarınızın qolu məsəl üçün belədirsə də, yəni paltar, kofta, hər nə geyinirsinizsə. Və onlar dərini də qurutmur, dərini də yandırmır. Bildiniz o nəyə deyirəm? Yəni çox antiperspirant istifadə edəndə dərinin biraz quruduğunu hiss edirsiniz. Mən məsəl üçün bu formatda olan antiperspirantlarda belə şey hiss etmirəm. Yəni demirəm ki, onları vuranda siz tərləmirsiniz. Əgər tərləyirsinizsə, tərləyəcəksiniz. Yəni insanın tərləməsi normaldır. Günəşin altında əgər ora-bura qaçırsınızsa, aktiv həyat tərziniz varsa, tərləməyiniz normaldır. Yəni bunun qarşısını heç nə ilə almaq olmaz. Amma demək istəyirəm ki, onlar etibarlı məhsullardır. Onlar paltarda iz buraxmır, dərini qurutmur və yaxşı tərəfləri olduqları üçün sizinlə paylaşıram. Güman edirəm ki, sizə də bir faydası toxunar. Əgər nə alacağınızı bilmirsinizsə, məncə alın, sınayın. Gəlirik mənim 5-ci tapıntıma. 5-ci tapıntım isə L'Oreal-dan Lumi Glotionlardır. Məndəki 901 nömrəsidir. Amma bu açıq nömrədir. Mən onsuz da bunu belə deyək də qışda almışdım, səhv eləmirəmsə. Qış aylarında. Amma bunun bronz variantını almaq istərdim. İndi hal-hazırda yayda sizə təklif edirəm ki, gedin bunun bronz variantını alın və həyatdan zövq alın. Əgər nə bilim avtozaqar almısınızsa, günəşlənmisinizsə, inanın ki, çox gözəl görünür üzdə. Siz bunu tonal kreminin altına vura bilərsiniz. Siz bunu tonal kremlə qarışdırıb vura bilərsiniz. Rəngindən asılı olmayaraqsa bunu həm yayda, həm də qışda istifadə edə bilərsiniz. Çünki onu tonal kremin altından tətbiq edirsiniz və o üzə parlaqlıq verir və ya tonal kremlə qarışdırırsınız və yaxud da tək istifadə edirsiniz. Mən tək istifadə edirəm, razıyam. Tonal kremlə qarışdıranda razıyam. Tonal kremindən öncə tətbiq edirəm baza kimi, ondan da razıyam. Ümumiyyətlə L'Oreal-a çox sağ ol deyirəm. Gözəl bir məhsul çıxardıbdı. Məndəki nömrəsi 901 Fair Glow, amma o çox açıqdır. Açıq rəngdə istəyirsinizsə ala bilərsiniz. Həcmi 40 ml-dir. O hal-hazırda mənim üzümdə var. Birazı vurmuşam tonal kremin altından.
Amma dediyim kimi bununla tək də bəzənmək olar. Yəni siz tonal krem vurmaq istəmirsinizsə, inanın mənə, bu heç bir problem yaratmadan digər produktları da, istər likid məhsullar olsun, istər quru kosmetikalar olsun, onların dağılmasına əngəl deyil. Yəni üzdə onların dağılmasına əngəl deyil. Fikirləşərsiniz ki, tonal krem olmadan yaxşı, bəs likid ənliklər və yaxud da quru ənliklər, bronzerlər necə dağılacaq üzdə? Çox rahat şəkildə dağılır. Mən istifadə eləmişəm, həm likid, həm də quru kosmetikalar bunun üzərindən fırça ilə onları dağıtmaqda da heç bir problem yaşamamışam. Üz belə parlaq görünür və bilinir ki, üzündə tonal krem yoxdur. Tək bu, tək konsiler və digər vurmaq istədiyiniz şeylər, inanın ki, bax, əla görünəcəksiniz. Yayda tapdığım və tapdığım üçün özümü çox şanslı hiss etdiyim növbəti məhsulla tanış eləmək istəyirəm sizə. Yenə də deyirəm, mağazalar fərqlidir. Mən İsraildə yaşayıram və burada yerləşən mağazalardan alıram. Azərbaycandan hardan tapmaq olar bilmirəm, amma qarşınıza çıxsa belə koftalar mütləq götürün. Bunlar çox rahatdır, çox yaxşıdır və yenə iç geyimi geymək istəməyən xanımlara da sözüm. Bunun burada özünün qufqası var. Görürsünüz. Çox rahatdır, çox rahatdır. İç geyimi geyinmirsinizsə bununla da yanaşı heç nə pis görünmür. Hər şey çox yaxşı görünür. İçərisini göstərim sizə. Baxın, içərisi də çox qəribədir. Yaxşı mənada qəribədir. Onun içəridə belə bir astarı var. Mən Delta mağazasından almışam. İçində özünün içliyinin olması çox rahatdır. Yuyanda da əgər maşında yuyursunuz, əlinizdə yuyursunuzsa fərqi yoxdur. Bu içliyi çıxardırsınız. Bunu yuyursunuz, sonra yenidən geyinəndə taxırsınız və iç geyimlərdən azad olmuş olursunuz. Möhtəşəm deyil. Məncə əla şeydir və yayda hamıya lazım olan şeylərdir. Çox rahatdır, çox. Mən görəndə heç düşünmədən 2 ədəd götürdüm. Ağ və qara rənglərdə mövcud idi. Mən də elə ağ və qara rənglərdə götürdüm. Məndəki razmeri ST. Görən kimi götürdüm. Gördüyüm andan etibarən götürdüm. Yəni sırf içində bu içliyinin olduğunu gördüyüm üçün götürdüm. Çox rahatdır. Çox sevəm belə şeyləri. Yəni doğrudan bir dənə mənə rahat gəlir. Yox, yəni məncə yox. Bütün qadınlar belə şeylər axtarır məncə. Yayda əziz dərsə, məktəbə, nə bilim kursa, işə, ofisə gedən xanımlar. Baxın, sizə lazım olacaq bir məhsul tapmışam. Həm yolda, həm də iş yerinizdə, dərsdə, nə bilim, istifadə edə bilərsiniz. Yenə mağazanın önəmi varmı, yoxmu bilmirəm. Məndəki Acrostil adlanır, amma mağazanın fərqi yoxdur. Yəni bunlar həm soyuq, həm də isti saxlayır. İçki yayda məncə lazımdır və ümumiyyətlə yayda su içmək, ümumiyyətlə insan su içməlidir. Yayı qışı fərqi yoxdur. Yəni çoxlu su tüketməlidir. Xüsusən yayda qızmar günəş altında bizə su lazımdır və formasının fərqi yoxdur, markasının fərqi yoxdur. Hansı olur olsun. Belə bir su qabları məncə bizə lazımdır. Onlar suyu soyuq saxlayır bir neçə saata qədər. Məndəki 12 saatlıq soyuqluq vəd edir. Əlbəttə ki, 12 saat yoxlamamışam. Amma yaxşıdır, lazımdır yayda. Məncə yaxşıdır. Əgər ofisdə falan işləyirsinizsə, masanızın üzərində də qala bilər. Nə bilim, çantanız böyükdürsə çantanızı ata bilərsiniz. Əgər sizə daha balaca bir şeylər lazımdırsa, həm ağır olmasın, həm çantada gəzdirəsiniz. Məsəl üçün əlinizdə tutmaq istəmirsinizsə, mən sizə təklif eləyərəm ki, uşaqlar üçün olan variantlara baxın. Bu su qabları da soyuq saxlayan su qablarıdır, amma mən bunu hələ açmamışam, çünki açan kimi bunu uşaqlar qıracaqlar. Yenə də, yəni nə olsun uşaqlar üçün, yəni böyüklər də istifadə edə bilər. Təbii başqa rəng alarsınız. Qara, nə rəng istəyirsinizsə də, yəni uşaq kimi görünməyini istəmirsinizsə, amma həcmi də bununla belə az olacaq. Həm getdiyiniz yerə qədər içə bilərsiniz, həm də getdiyiniz yerdən yenidən bu su qabını dolduraraq qayıda bilərsiniz. Qayıdarkən də yolda içə bilərsiniz. Məncə su qabları da yay üçün vacib aksesuardır deyim, nə deyim, yəni su içmək yayda vacibdir. Ona görə də əgər sərin su içmək istəyirsinizsə, bu qablar da məncə yay üçün yaxşı tapıntılardır. Əgər ki, uşaqlarınız qırmırsa artıq, o zaman uşaqlarınızın da çantasına həmçinin belə su qabları qoya bilərsiniz. Mən artıq deyəsən 8-ci tapıntımdan sizi tanış edirəm. Bu isə Pupa'nın Professionals BB Plus Primer kremidir. SPF 20 tərkiblidir. Məndəki nömrəsi 001 nudedur. Ay Allah, əladır yay üçün. Siz təsəvvür edin ki, bu bütün dəri tipləri üçün uyğundur. Dəri tipiniz nə olursa olsun, sizə uyğundur. Dəridə gözəl görsənir. O hal-hazırda mənim üzümdədir. Və baxın, deyə bilərsiniz ki, mənim üzümdə tonal krem var. Düzdür, makyajı bugün abartılı eləmişəm. Özüm belə elədim. Amma tonal krem vurmadım. Yəni bunu vurdum. Hiss olunmur. Ümumiyyətlə üzümdə hiss eləmirəm ki, tonal krem var və mən onu görmürəm də. O fərqlənmir. Rəngi dərimin rənginə uyğunlaşır. Çox əla bir şeydir. Bax, yayda tonal kremlərdən qaçırsınızsa, bu sizə uyğun
olacaq. Mən hətta bunu toya gedəndə belə vura bilərəm. İnanırsınız? Demirəm ki, toya vurun. Yəni toya yenə də tonal kremlərinizdən istifadə edin. Amma mən heç bir problem olmadan bunu toya da vura bilərəm. O super örtücü deyil, amma örtücü etmək istəyirsinizsə konsilerlərlə gizlətmək istədiyiniz bölgələri gizlədə bilərsiniz. Onun ən sevdiyim yanı odur ki, o dəridə hiss olunmur. Və mən istər toya gedim, istər gündəlik makiyaj eləyim, istər evdə oturum, mən tonal kremi görmək istəmirəm. Mən ona görə də bu məhsulu çox bəyəndim. Bilinmir ki, üzündə tonal krem var. Bununla yanaşı o üzdəki qızarıqlıqları örtür, dəri tonunu bərabərləşdirir. Əgər iri belə deyək qüsurlarınız varsa, qüsur deməyim, problemləriniz varsa, onlarla yeni konsiler vasitəsilə örtə bilərsiniz. Əla şeydir. Bax, yayda əgər yaya uyğun, nə bilim mən dərslər birazdan bağlanacaq, işə, ofisə getmək istəyirsinizsə, nə bilim gündəliyə tonal krem yox, amma bununla da belə üzünüzün gözəl görünməsini istəyirsinizsə, baxın belə BB krem sizə uyğun olacaqdır. O örtücü deyil, yüngüldür. Elə buna görə də əsl yay məhsuludur. Nəinki yay, ümumiyyətlə göstərdiyim bütün şeyləri ilin bütün fəsillərində istifadə eləmək olar. Onlar super rahat və yaxşı şeylərdir, lazımlı şeylərdir, faydalı şeylərdir. Amma məhz yayda %100 bizə lazım olan şeylərdir. Bax, yay üçün həqiqətən də əladır. Bizim axtardığımız şeylərdir məncə. Ona görə də bunu da skrin eləyin, saxlayın. Əgər bəzənməyi sevirsinizsə, makiyaj eləməyi sevirsinizsə, bax, yayda sizə uyğun olan məhsuldur. Bütün dəri tipləri üçün uyğundur. Heç dəri tipinizi fikirləşmədən gedib ala bilərsiniz. Məhz bu variantını da bütün dəri tipləri üçün uyğun olan variantını. Deməli belə, mən burada özümə yazmışam nəsə qeydlər aparmışam ki, yadımdan çıxmasın. İndi baxıram ki, heç nə yadımdan çıxmayıbdır. Hər şey qaydasındadır və biz gəlirik sizlə axırıncı məhsula. Yenə yay üçün möhtəşəm olacaq, yayı unudulmaz eləyəcək bir məhsula. Şəxsən mənim üçün belədir. Bu Juliet Həzəqanın Moscow Mule adlı parfumudur. İliyim bir dənə, bilmirəm axı iyini. Neyniyim axı, dayana bilmirəm, dözə bilmirəm. Çox sevirəm onu. Çünki bu parfumu vurandan sonra onun haqqında daha rahat danışacağam. Bax, yayın istisində bizə lazım olan parfum nədir? Sərin parfum. O bizi boğmasın, o bizdə ağırlıq hissi yaratmasın, o bizim başımızı ağrıtmasın, o çox yüngül olsun, fresh olsun, fərah olsun, turş olsun, cool olsun, sərinlik versin, soyutsun. Bax, məhz elə həmin parfumdur bu Juliet Həzəqan və qiyməti də münasibdir. Çox bahalı parfum deyil, düzü mağazalarından asılıdır. Elə mağazalar var ki, belə deyək də, Ador tipli mağazalarda, istər İsraildə olsun, istər Azərbaycanda olsun, bu tipli mağazalarda biraz baha satılır. Çünki onlar bahalı filiallar, necə deyim, bahalı mağazalar hesab olunur. Amma qiyməti çox baha deyil. Yəni Juliet Həzəqanın parfumları məncə çox baha olmur. Mən sizə alternativlər də deyə bilərəm. Issey Miyake var, hansı ki münasib qiymətli və sonra nə var? Dolce Gabbana Light Blue var, Forever, o da münasib qiymətlidir, digərləri bahadır çünki. Və Versace'nin Versense parfumu var. Bütün bu adlarını saydıqlarım hamısı qadınlar üçün olan parfumlardır və onların qiyməti nisbətən münasibdir. Ümumiyyətlə yayda boğucu, vanilli, isti, şərq üslubunda, oriental üslubda olan parfumlar bizə lazım deyil. Ən azından gündüz vaxtları, gecə vaxtları yenə okey, hardasa olar. Amma gündüz vaxtları bizə bu tipli parfumlar lazımdır. Sərin, fresh, boğucu olmayan və digər insanları da narahat etməyən parfumlar lazımdır. Ona görə də adlarını sadaladığım bu parfumlara üst tuta bilərsiniz. Təkrar edirəm ki, onların qiymətləri də münasibdir. Onların qiymətləri aşırı bahalı deyil və inanın mənə, onları istifadə edəndən sonra mənə çox sağ ol deyəcəksiniz. Bu tip parfumlar sizə maraqlı gəlirsə, mənim belə bir videom var. Sırf yay parfumlarına aid, yay parfumlarına özəl 7 ədəd seçim göstərmişəm. Həmin videoya daxil olub baxa bilərsiniz və sizə uyğun olan birini seçə bilərsiniz. Gedib mağazalarda test edib qoxusuna, qalıcılığına baxa bilərsiniz, yoxlaya bilərsiniz. Mən orada göstərdiklərimin içərisində səhv eləmirəmsə Tiffany, Chanel və Dior bahalıdır. Digər 4 parfumun isə qiyməti Chanel və Dior kimi bahalı deyildi. Yəni onları isə almaq olar. Burada yəni seçim sizindir. Əgər bahalı parfum istəyirsinizsə, təbii ki, onlara da üst tuta bilərsiniz. Amma münasib qiymətli istəyirsinizsə, yəni Juliet Həzəqan, Dolce Gabbana, Versace və Issey Miyake bunlara üst tuta bilərsiniz. Qiymətindən fərqli olmayaraq bunların hamısının da qalıcılığı qəşəngdir. Mən bunların hamısını öz üzərimdə yoxlamışam. Son 5 ildə istifadə etdiyim fresh parfumları yığıb belə bir video hazırlamışdım. Keçid alın o videonu izləyin. Yəni şərt deyil ki, Juliet Həzəqan olsun. Digər o parfumlardan da ola bilər. Yay üçün bizə lazım olan şey fresh parfumdur. Unutmayın. Yay üçün bizə ola bilər sevirsiniz. Super ağır parfumlar. Bu normaldır. Mən də sevirəm. Amma yayda inanın mənə sizə yüngül şeylər lazımdır. Yayda biraz özünüzə icazə verin. O sevdiyiniz parfumlardan bir qədər uzaqlaşın və biraz sizə rahatlıq, sakitlik gətirəcək parfumlara üz tutun.
Mənə çox xoş oldu bu videonu çəkmək. Bu son anlarda tapdığım, istifadə elədiyim, bəyəndiyim, razı qaldığım faydalı məhsulları sizinlə paylaşmaq istədim. Az da olsa biraz köməyim toxunmaq, bütün bu hisslər mənə yaxşı təsir elədi. Ümid edirəm ki, siz də bəyəndiniz və sizin üçün faydalı oldu. Əgər sizin üçün həqiqətən də faydalı oldusa, bu tip videoları bəyənirsinizsə, çox xahiş edirəm ki, mənim kanalıma abunə olasınız, bu videoya like qoyasınız, şəhərlərinizi mənimlə bölüşəsiniz ki, bəyənirsinizmi həqiqətən də bu tip videoları və ya bəyənmirsiniz və məni Telegram kanalı vasitəsilə də izləyəsiniz. Mən həmçinin orada da paylaşımlar edirəm. Mən isə sizi öpürəm, qucaqlayıram. Hələlik.